Nicat, nə yazırsan? Hə, elə bir ki, burada bu İslam Maxachevlə Jack Della Maddalena dalaşacaq inşallah. Onların elə güclü, zəif tərəflərini yazırdım ki, tamaşaçılarımıza açıqlayaq ki, döyüşdə nələr ola bilər, nələr ola bilməz. Nələri yazmısan, baxaq. Elə bir ki, qeyd eləmişik burada Jack Della Maddalena tərəfində onun güclü tərəfləri, hamımız bilirik boksu, Belal ondan çox əziyyət çəkir. Eyni zamanda staminası 5-ci raundda o Belal'la döyüşünə baxıb görə bilərlər. Bir də ki, scramble, yəni ki, yerə yıxılandan sonra fırlanıb, nə qayırmır, qalxır ayağa. Burada biz Gilbert Burns'ı qəmgin notlarla xatırlayırıq ki, ayağa qalxdı, bir dənə dizinə Burns'ı sonrasında nakalt elədi. Amma zəif tərəflərinə baxanda Gilbert Burns bunu takedown eləyibsə, bunu bir zəif tərəf kimi görmək olar. 3-cü raundda yorulan Belal kontrol edirsə, zəif tərəf kimi görmək olar. Və ümumiyyətcə, JDM strikingdən gəldiyi üçün onun grapplingi, yəni ümumi güləş bacarıqları biraz problemlidir. İslam Maxachevə gəldikdə isə hamımız onun güclü bacarıqlarının güləş, yerdə tutaşma, grapplingini belə tərcümə eləmək olar bəlkə də və submission, bir şey ki, bu adam sambodan gəlir və döyüşlərinin çoxunu submissiondan bitirir. Yəni ki, boğmalama fəndləri kimi tərcümə edə bilərik. Və eyni zamanda da xatırlayırıq biz burada rəhmətli Aleksandr Volkanovskini onun kikləri ilə İslam məğlub eləmişdik, kiki ilə deyək. Kikləri yəni ayaq zərbələri. Zəif tərəflərinə gəldikdə isə İslamın kardiosu bir Dağıstanlıya görə, bir Dağıstanlı dediyimiz üçün, yəni bir Dağıstanlı, yəni Xəbibə görə kardiosu biraz problemlidir. Və eyni zamanda da defense deyəndə biz burada hansı defensi nəzərdən tuturuq? Strikingləri olan defense. Burada Adriana Martins, rəhmətli Adriana Martinsi yada sala bilərik. Yəni, bunlardır əsas güclü və zəif tərəfləri. Bunlara görə tamaşaçılarımızdan fikir almaq istəyirik ki, görək bu güclü və zəif tərəflərin sonunda nə olar, nə olmaz, söz sizdə.